Salam əziz izləyicilər, xoş gördük birinizi. Hinduşkalarımızdır. Arasında 3-4 dənə toyuq da var. Qalanı o yana keçib toyuqların. Gün gəziblər bostanda, yaşıllıq otdan falandan yeyiblər. İndi yerlərinə gəliblər. Yemləmədən sonra yerləri dardı. Orada çox yemirəm, rahat yeyəlmirlər. Yem qabı düzəltmişəm onlar üçün. Dörd cür yemin qarışığından yem düzəltmişəm. Onlar da rahatçılıqla yeyə bilir. Qurd dərmanı da vermişəm bugün. Bu yem qabı rahat da belə, hamısı rahat yeyə bilir. O birisində atmışam o çölə, o birisində bəzisi qalır da qıraqda. Zəif qalır sonra heyvanlar eləncə. Ona həmişə diqqət edin. Heyvanların hamısı yemdən rahat yararlansınlar. O gün biri uçdular buradan, belə qapıda bağlıydı belə. Neçinsə saxlamışdım ki, çıxmasınlar çölə hələ. Uçdular buradan. Şey oldu. Birinin ayağı ilişdi. Ağacın belə haça kimi yeri olur ona. Yəni baxmasaq, tez-tez nəzarətli olmasa o qalıb orada öləcək, ya gəlib pişik yeyəcək. Nəsə ona zədə vura biləcək, rahat. Hazır elə ki, tələdədir, tələyə düşüb. Ağacın 2 dənə ayrılan yeri olur belə, orada ilişmişdi ayağı. Belə. Baxmasaydım, evdə olmasaydım, həyatda olmasaydım. Özüm evdə olmadım, çox buraxmıram bunları bostana. Çünki ağılları kəsmir deyə də, ağıl yoxdur bunların. Təzə çıxırlar çölə bayra. Belə. Burada olmasaydım ona nəsə olacaqdı. Heç nəsə də olmasaydı ayağının biri sıradan çıxacaqdı, yara olacaqdı. Çox pis zədə alacaqdı, dartınacaqdı, yara eləyəcəkdi. Heyvana baxmaq lazımdır ki, gələcəkdə heyvan da bizə baxsın, xeyir versin, yaxşı bala versin, ət versin. Qiymətlər də ki, 40 manata heyvan yoxdur. Manata qədər yeyiblər ki, çox yaxşı yemləmələr edirəm ki, rüyaya gedir. Yayda heyvan, insan, bir çox canlılar yem yeyə bilmir, qida qəbul edə bilmir istidən dolayı. Belə. İndidən bunları bir də sentyabrdan sonra inşallah yaxşı yemləyirsən ki, dekabra qədər yaxşı yük çıxsınlar.
40 manata bir şey heyvan yoxdur. 43-dən aşağı yeri yoxdur şeylərin. Qaldıqca qiymətlər qalxır. Keçən ayın 20-sindən, 21-dən məndədirlər. Bugün də ayın 10'udur şey maşallah. 20 gündür, 15 gündür en az. Qaralar 20 gündür, qaralar, ağlar çox 10 gün, 11 gün belə. Ağlar satılmır. Bir dənə də aktiv satılmır, onların arasında var. Əvvəl 10-15 gün, 10 gün, 15 gün əvvəl satışa qoymuşdum. Cəmaət elə bilirdi, alladıram onları, nə bilim neylərəm. Yəni ki, alladıram deyəndə ki, başı çıxan adam görürsən, alladırsan, başı çıxmayandır. 40 manata hündüşka olar, nə bilim, nə. Dişi hündüşka. Hündüşka aldığım adama gündür ki 60 manata sattım ana hündüşkayı. Fikirləşirəm ki qalsın yeni ildə sataram daha qiymətə. Yeni ildə, bu il yeni ildə birin 45 manata verirdim Allaha and olsun. 4 kilo, 5 kilo, 3 kilo yarım dişlər var idi, 2 kilo yarım, 3 kilo dişlər var idi, 45 manatdan verirdim. Alana deyirsən ki 45 manat da biri görməyib heyvanı çöldəsən, hardasansa, ya marketdəsən, ya kafedəsən, hardasansa da hər yerdə. Deyir ki neçə kiloqram əti var? Heç nə cavab verəcəksən, ona deyirsən ki kiloqramı 20 manat kilonla istəyirsənsə 19 manatdır, 18 manat kəsib təmizləyib verirəm, paketləyib sənə. Onda yaxşı satdım. Ucuz verəndə o alana sərf edir, satana sərf edir. Bu il söz vermişəm özümə. Yeməli heyvanı qiymət başı satmayacaq. Kilona. Ayaqüstü qiymətə satılmayacaq bu inşallah. Sağlıq, salamatçılıq olsun. Yəni iş görənlərin, iş quranların, təsərrüfatçıların Allah hamısının xeyrini versin. Hündüşkayı alanın, almayanın biz də onların içində. O səsləri gələnlər öz ana sürülərindir. Qalsı 3-4 dənə, 4 dənə hündüşkadır. 9 dənə şeydir, səs ördəkdir, 4-5 toyuq olmalıdır orada bir xoruzla.